Bəli, 3 atomlu daha çoxdur. Bəs səncə, ımm, necə bir sual verim sənə? Bax, C2H5OH yazıram. Karbon sayı nisbətən çox olan bir atomlu spirt. Sonra bir də karbon sayı ondan nisbətən az olan bir atomlu spirt yazıram. Sonra su yazıram, bir də fenol yazıram. Bunlarda ən çox turşuluğu olan hansıdır? Fenol. Fenolun turşuluğu sudan çoxdur. O da nədən çoxdur? Elə belə deyək də, bunların ikisi də bir atomludur. Karbon sayı az olan, bəli. Amma məsələn orada OH-ların sayını çox versəydi, 3 atomlularda daha çox olur. Zaten müqayisə ancaq bu çərçivədə görəcəksiniz. Yəni çox dərinliyinə gedilmir. Məlumat verilmir deyə. Yaxşı? Aha, Aysa. Bəli, aşağı siniflərdə öyrəndiyimiz turşular təbii ki, bunlardan nədir? Ümumiyyətlə 11-ci sinifdə keçəcəyimiz turşular və aşağı sinifdə öyrənəcəyimiz turşuların hamısı bunlardan güclüdür. Hətta biz demişdik ki, o sırada kislota falan olan sıra var ya, H2SO-dur. O sırada ən zəif turşulardan biri H2CO3-dür. Amma fenolla reaksiyaya, daha doğrusu fenolun duzlarından necə edir reaksiya? Bax, məsələn, yazıram C6H5O natrium, üstə gəlsin karbonat turşusu. Nə baş verərdi burdan? Aha, C6H5OH. Bəli, natrium hidrokarbonat, yəni soda alınır burdan. Yəni sıxışdırmaq gücünə malikdir. Başqa nəsə yazdırmamışdım ki, məncə yox. Sonra kaydı dayandır, yenə təzədən başlayacağız. Gülay, 2 uşaq